Salam, kanalımın dəyərli izləyiciləri, necəsiz? Uşaqlar qoyunları otarırdılar. Mən də gəldim, Muradı biraz gəzdirim. Sizlər nə edirsiniz, necəsiz? Kim üçün gətirdi? Mama. Mən üçün. Aferin. Şəkil bir çəkim. Yaxşı qal. Çobanlıq eləyirsən? Yaxşıdır çobanlıq. İstəyirəm xanımlar, bunların halaqlarını təmizləyim, qəşəng diblərini belləyim. Hə qızlar, mən buranın halağını təmizlədim. İstəyirdim ki, diblərini də telləmək. İndi mən sonradan səs yazıram. Yəni, belləyə bilmədim yenə, üzülərək deyirəm. Çatdıra bilmədim. Murad da məni gördü. Sonra axşam oldu. Şam bişirməli idim falan. Yenə dibini pelləmək qaldı. Buranın otunu təmizlədikcə qoyunları da buraxmışam. Otları tökürəm onlar üçün, onlar yeyirlər. Qurallıqdır deyə sahədə ot yoxdur. Belə bu balalı qoyunları həyətdə otarırıq, saxlayırıq. Hə xanımlar, biraz bağımızı çəkim, görüm nələr var bağda. Bunlar mandalinlərdir. Bu gavalıdır. Göyəm ağacıdır. Nədir Murad? Mama. Hara gedirsən? Qal burada Murad.
Lagani pişti. Hə, qoyuram mən görüm. Məni kaçırma. Elə biləcəm. Hızlı geçiyor tabii. Telefonda danış. Nə var orada? Dənəsini çıxardır nənə. Tumları çıxardıldı. İndi isə qoymuşuq yenidən qaynamağa. Bu şəkildədir, qatlaşana qədər qaynayar. Gördüyünüz paçkanın 1/4 hissəsini duzlu əlavə edirik turşunun içinə. Çünki qaynayan zaman duz əlavə eləmək lazımdır ki, xarab olmasın. Turşunun da qatılığını, duruluğunu siz özünüz ayarlaya bilərsiniz. Bizdə qatı xoşlayırlar deyə mən qaynanan qatı eləyib görürsünüz də qatılığını. Qaşıqdan belə duru şəkildə axmır da. Ona görə bu şəkildə biz hər zaman palçıq turşularımızı hazırlayırıq. Sizlər də hazırlaya bilərsiniz. Alçadan, gavalıdan, istənilən meyvədən. Burada isə dovğa qoymuşam, artıq qaynara düşdü. Göyərtilərimi də yumuşam. İndi qaynayandan sonra doğrayacağım, əlavə edəcəm dovğanın üzərinə. Aroma bənkələrini də yumuşam ki, suları biraz çəkilsin. İstəyirəm ki, kompot bağlamaq. Stolun üzərinə səliqəyə saldım. İndi isə dovğanın göyərtilərini doğrayıram. İlk öncə göyərtimi doğrayım, dovğamı bişirim, hazır qoyum. Sonra keçəcəm kompotlarıma. Dovğanın göyərtisi bol olanda daha da dadı yaxşı olur. Bəzi otlar var həyətdə bitir. İndi qurallıqdır deyə, yaydır deyə otlar indi olmur. Yaşıl sarımsağı olanda qaz yağı var. Bizdə qaz yağı deyirlər də bizim zonada. Ondan da dovğaya əlavə eləyəndə daha qəşəng dad verir, qoxu verir. Burada isə göyərtim mənim kişniş, bir də şüyüddən ibarətdir. 2 dənə göyərti əlavə elədim. Olsun, yenə pis deyildi dadı.
Bu balaca dar olan ağızlara zoğal tökürəm ki, xırdadır. İstifadə edəndə də rahat tökülsün. Göyəmləri də iri ağzı olanlara tökəcəm. Xanımlar, bizim mətbəximiz elə bir ki, həyətlə birdir. Bəzən görürsünüz, ördək, toyuqların, qoyunların səsi gəlir. Çünki yaxındır da, həyətlə birdir deyə. Ona görə o səslər gələ bilər. Yuxarıdakı mətbəximizi istifadə eləmirik. Bütün gün aşağıda oluruq deyə. Ona görə elə bura bizə rahatdır. Bağladığım kompotlar, bişirdiyim mürəbbə, yeməklər, yəni aşağıdakı mətbəxdən istifadə edirik. Bəzən səslər gələ bilər. Ona görə dedim biləsiz. Biz əvvəllər kompot çox bağlayırdıq. 80 dənə, 100 dənə belə aroma bankaları. Bir il vəbşi bizdə işlənmədi. Kompotlarımız hamısı qaldı. Ondan sonra biraz azaltmışıq, az qoyuruq. Bu 1-2 il ərzində indi uşaqlar biraz böyüyüblər. Görsən ki, istəyirlər quru yeməklərin yanında kompot xoşlayırlar. Əvvəl xırda idilər deyə uşaqlar çox da istəmirdilər. Həm də evdə də getmirdi, işlənmirdi kompot. İndi hər meyvədən eləyirik. İlk öncə mən gilasdan başladım qoymağa, gilas kompotu. Artıq onlar bitiblər. 20 dənə bankaya yaxın qoymuşdum gilas kompotu. Artıq onlar bitdi. İndi belə qarışıq qoyuruq. Ən axırıncıda peyxona, bir də qaragilənin qarışığını qoyarıq. Bir də börtükan da qoyuruq. Börtükan hələ ki almamışıq. İnşallah alanda onun da kompotunu bağlayanda yaxşı olur. Həm rəngi tünd olur, həm də dadı da yaxşı olur. Mən sevirəm. Peyxona qaragilədənsə mən ən çox börtükanın kompotunu sevirəm. Kompotların hamısını bulaq suyu ilə qoyuram. Bulaq bizim evə yaxındır deyə gedirəm, gətirirəm. Həm yeməklərə, həm çay, belə şeylərə bulaq suyu istifadə edirik. Qəhvədanımı qaynatdım, qaynar tökürəm. Sonra yenə qaynadıb bağlayıram. Artıq hazır olur kompotum. Sizlər hansı usuldan istifadə edirsiniz? Yorumlarda yazarsınız. Bəziləri meyvənin üzərinə soyuq su əlavə edir, sonradan qaynadır. Bəziləri də mənim qoyduğum usuldan istifadə edirlər. Qoydum, bitirdim kompotlarımı. Zoğalla qoyanların rəngləri biraz açıqdır. Digəri isə biraz tündür, göyəmdən olan. Əziz izləyicilərim, bir vloqun da sonuna yaxınlaşırıq. Bugünlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə. Hələlik.